Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Allahın izni ilə inşallah ki, bildiyiniz kimi biz bu günlərdə Ağa İmam Hüseyin əleyhissalam və onun vəfalı əshabının müsibət günlərini qeyd edirik. Yəni Kərbəla hadisəsinin baş verdiyi günləri qeyd edirik. Bu barədə silsiləvi olaraq bizim söhbətlərimiz olur. Bugün bir qədər mövzuya fərqli tərəfdən yanaşmağa çalışacağıq ki, İmam Hüseyin əleyhissalamın insanlara və insanlığa, bəşəriyyətə bəxş etmiş olduğu mənəvi mirası nədən ibarətidir? Biz bilməliyik ki, Allah Müteal Qur'an-ı Kərimdə ortaya çıxarılmış olan ən yaxşı ümmətin xüsusiyyətlərini sadalayarkən Allah buyurur ki, Bismillahirrahmanirrahim, Kuntum xayrə ümmətin uxricət linnəs, buyurur ki, siz müsəlmanlara deyilir ki, ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Bu göstəricilərinizə görə tə'muruna bil ma'ruf və tənhauna anil munkar və tu'minuna billah. Bu göstəricilərinə görə ki, siz insanları yaxşılığa dəvət edirsiniz və pislikdən çəkindirirsiniz və Allaha iman gətirirsiniz. Biz bu ayəni qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, siz İmam Hüseyin əleyhissalamın qiyamına diqqət etdiyiniz zaman, hərəkatına diqqət etdiyiniz zaman əmr bil ma'ruf və nəhy anil münkar prinsipini əsas və başlıca hədəf olaraq özü üçün qoyduğunu görürsünüz. Məhəmməd Hənəfiyə yazmış olduğu məktubda imam bildirirdi ki, İnnəmə xərəctu li talabil islahi fi ümməti cəddi. Mən cəddimin ümmətini islah etmək üçün qiyam edirəm. Bu onu göstərir ki, imamın hədəfi insanları pislikdən çəkindirib və yaxşılığa dəvət etməkdir. Yəni islahdır. Və biz bunu da bilirik ki, İmam Hüseyin əleyhissalamın barəsində Həzrət Peyğəmbər Salavatullahın bu kəlamını qeyd etmək zəruridir ki, biz bu kəlamı bir çoxumuz bilirik, amma bunu burada da qeyd etmək zəruridir ki, Həzrət Peyğəmbər Salavatullah buyururdu ki, İnnəl Hüseynə misbahul huda və səfinətun nəcə. Həqiqətən Hüseyin hidayət çırağı və nicat gəmisidir. Yəni, kim səadətə çatmaq istəyirsə, gərək imamın ardıcılığı olmuş olsun və kim əgər zəlil olmuş olubsa, o imamdan uzaq olduğu üçün olub. Çünki imam səadət, hidayət çırağı və səadət gəmisidir. Və nicat gəmisidir. Bunu da bilməliyik ki, insanı səadətə çatdıran amil, ən böyük və başlıca amil insanın mənəvi olaraq Allaha iman gətirməsidir. İnsan əgər Allaha doğru şəkildə iman gətirmiş olursa, o halda o mənəvi səadətə çatmış olur. Və biz Kərbəlaya da diqqət etdikdə, Kərbəla hadisəsində bir çox xüsusiyyətləri görmüş oluruq. Kərbəla başdan başa ibrət və dərsdir. Yəni, kim əgər səadətə çatmaq istəyirsə, zəruridir ki, İmam Hüseyin əleyhissalamın ideyasının ardıcıllarından olmalıdır. Bundan da əlavə olaraq Kərbəla çox böyük bir ibrət nümunəsidir. Yəni, biz otursaq və düşünsək görərik ki, Kərbəla hadisəsində ağıl sahibləri üçün başdan başa nümunələr mövcuddur. Və biz bu barədə axşam söhbətlərimizdə danışırıq deyə, burada bir qədər daha ümumi şəkildə onlara toxunuruq. Zümər surəsinin 9-cu ayəsində buyurulur ki, Qul həl yəstəbillezine ya'lemun vellezine la ya'lemun İnnəmə yətəzəkkəru ulul əlbab. Ayədə buyurulur ki, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Yəni, bilənlərlə bilməyənlər heç bir zaman eyni olmaz. Və sonra da buyurulur ki, İnnəmə yətəzəkkər ulul əlbab. Yalnız ağıl sahibləri bundan nümunə alarlar, nümunə götürərlər. Bu, onun göstəricisidir ki, insanlar ağıl baxımından, düşüncə baxımından bilənlə bilməyən heç bir zaman eyni ola bilməz. Və ağıl sahibləri üçün hər bir zaman ibrət var.
Həmin qeyd etdiyimiz ayəni bir adam gəldi İmam Baqir əleyhissalamdan soruşdu ki, imamdan bəs bu ayənin mənasını soruşdu. İmam da buyurdu ki, bu ayədə bilənlər bizik, bilməyənlər bizim düşmənlərimizdir və ağıl sahibləri sizsiniz. Yəni bizim ardıcıllarımız olan sizlərsiz ki, siz ağıl sahibisiniz. Biz bilənik, imam buyurur, düşmənlərimiz bilməyəndir. Kərbəla hadisəsi də bilənlərlə bilməyənlərin üz-üzə gəldiyi bir hadisədir. Bilənlər əlbəttə İmam Hüseyn əleyhissalamın timsalında, bilməyənlər də onun düşməninin timsalında. Və Kərbəlanın istər bütün siz hadisələrinə baxsanız, orada atanın övladla, övladın atayla, bacının qardaşla, qardaşın bacıyla hər bir şəkildə necə kamil davranmasının ən yaxşı nümunələrini görə bilirsiniz. Həzrət Peyğəmbərin pak əhl-i beyti bizə hər bir mənada nümunədir. Və siz baxsanız, Həzrət Peyğəmbər ona görə buyururdu ki, İnnəmə məsəlu əhl-i beyti fikum kəməsəli səfinəti Nuh əleyhissalam. Mən dəxəlləha nəcə və mən təxəlləfə anhə qariq. Buyururdu ki, mənim əhl-i beytimin misalı sizin aranızda Nuhun gəmisinin misalı kimidir. Hər kəs bu gəmiyə, hər kim daxil olsa, nicat tapar və hər kəs ondan kənarda qalmış olsa, qərq olar, yəni həlak olar. Bu onu göstərir ki, İmam Hüseyn əleyhissalam da Kərbəla hadisəsində açıq-aşkar şəkildə qeyd etdiyimiz hədislərə də uyğun olaraq Həzrət Peyğəmbərin kəlamlarına, Quran-ı Kərimin başlıca ayələrinə nəzər etdikdə, hidayət gəmisi, hidayət çırağı və nicat gəmisidir. Ondan uzaq qalmaq insanın həlak olması deməkdir. İmam Hüseyn əleyhissalam elə bir şəxsdir ki, həmin dövrdə ona qarşı bu davranışları göstərən insanlar düşünürdülər ki, bununla artıq imam şəhadətə çatdırıldıqdan sonra o xatırlanmayacaq, heç kim onu xatırlamayacaq. Amma əksinə oldu. Onlar düşünürdülər ki, məhdud bir şəraitdə və vəziyyətdə imamı qətlə yetirəcəklər, daha heç kim də ondan xəbər olmayacaq. Amma əksinə oldu. Niyə? Əksinə oldu. Çünki Allah özü Quran-ı Kərimdə buyurur ki, فَإِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا İzzət Allaha məxsusdur. Allah izzət sahibi olaraq İmam Hüseyn əleyhissalama o izzəti vermiş oldu ki, qiyamətə kimi onun adı hər zaman xatırlanacaq və onun adına məclislər təşkil olunacaq. Və əksinə onun düşmənləri isə Quran-ı Kərimdə bu ayənin misalındadır ki, Allah ona qarşı olanlar barəsində buyurur ki, فَحَلْ تَرَى لَهُمْ مِنْ بَاقِيَةٍ Deyir, indi sən onlardan o ki, Allaha qarşı olanlar ki vardı, azğınlıq eləyib fitnə fəsad törədənlər ki vardı. Deyir ki, bəs sən indi onlardan kimisə görürsən, yəni görməzsən, məhv oldular və getdilər. İmam Hüseyn əleyhissalamın düşmənləri də bu qəbildəndir. Və xatırlandıqları zamanda xoş xatırlanmazlar. İnsanlar onları mənfi mənada xatırlayar. İmam Hüseyn əleyhissalamın Kərbəlada vermiş olduğu mesajlardan biri buydu ki, insanlara sanki dünya olmayıb və son məktubu belə idi ki, və həmişə axirət olub vəssalam. Yəni, insan bilməlidir ki, bütün əməlləri onun gözünün önünə qoyulacaq və insan diqqətli olmalıdır əməllərində. Və imamın bir kəlamı da orada var, buyurur ki, İmam Mavtun fi əzzin xayrun min həyatin fi zul. İmam buyurur ki, izzətli ölüm zillətli ömürdən yaxşıdır. İzzətlə insanın ölməsi. Bir kəlamında da orada buyurur ki, mərhəbən bil qatli fi səbilillah. Eşq olsun, salam olsun, yəni Allah yolunda ölümə. Bu ifadələr onu göstərir ki, imam özünü Allahla görüş üçün necə hazırlayıb. Və imamın vəfalı əshabı da bu nümunədəki kimidir. Biz bilməliyik ki, Kərbəla ən keyfiyyətli insanların və ən keyfiyyətsiz insanların görüşdüyü bir yerdir. İmam Hüseyn əleyhissalam bu onun əshabının nümunəsində, tərəfdaşlarının nümunəsində biz ən yaxşı insanları, ən keyfiyyətli insanları görürük və onların müqabilində duran düşmənlərinin isə ən keyfiyyətsiz insan olduğunu görürük. Və biz bilməliyik ki, Allah Müteal bizə İmam Hüseyn əleyhissalamın məhəbbətini ki, bəxş eləyib, bu məhəbbətin özü xeyirdir. Çünki İmam Sadiq əleyhissalam buyururdu ki, Allah bir bəndəsinə xeyir vermək istəsə, onun qəlbinə İmam Hüseynin məhəbbətini
və onu ziyarət etməyin məhəbbətini yerləşdirər. Görün biz necə şanslı insanlarıq. Biz bunu da bilməliyik ki, İmam Hüseyn əleyhissalam dini düşüncəni dirçəldən şəxsdir. Siz İmam Hüseynsiz bu hadisə baş verməsəydi və Yezidin hakimiyyəti ilə formalaşdırılmış olan dini düşüncəni bir düşünsək, necə olardı? Yaxşı və pis bilinməzdi, pis yaxşı şəkildə bilinərdi, yaxşı elə pis şəkildə bilinərdi. İmam Hüseyn əleyhissalam islah etmək dedikdə, pisliyi qadağan eləyib, insanları yaxşılığa dəvət etmək dedikdə bir mənası da budur ki, İmam Hüseyn əleyhissalamın hərəkatı ilə dinin sağlam düşüncəsi qorunmuş oldu. Bu çox mühüm bir məsələdir. Bu kimin ki, əgər fitrətində olan o ədalət hissi ki var, ədalətə, vəfaya, doğruluğa, bu kimi olan insanlar, bu kimi olan nəcib hisslər əgər insanda ölməyibsə, kimin ki bu hissləri ölməyibsə, o əlbəttə İmam Hüseyn əleyhissalamı sevəcək. Mümkün deyil ki, sən ədaləti sevəsən, amma İmam Hüseyndən uzaq olunmuş olasan və yaxud İmam Hüseynə qarşı olasan. Bu mümkün deyil. Və biz bilməliyik ki, İmam Hüseyn əleyhissalam təkcə tarixi şəxsiyyət deyil, bəşər cəmiyyətlərinə hər bir zaman öz vermiş olduğu dərslə təsir edən bir şəxsdir, şəxsiyyətdir. Və siz o qədər də bu məsələlərə diqqət etməyin ki, həmişə bu ay gəldiyi zaman bəzi insanlar boş-boş danışmağa başlayırlar. Onların da danışmağı elə Aşuraya kimi olur. Aşura günü yenə Allah mütəal ki, insanların qəlbinə İmam Hüseyn əleyhissalamın və onun vəfalı əshabının, Həzrət Əbülfəzin xanım Zeynəbin, orada olan imamın tərəfində olan hamının məhəbbətini ki salıb, o insanlar yenə imam üçün Aşura günü daxil olmaqla, ondan əvvəlki günlərdə daxil olmaqla, onun təziyyəsini saxlayırlar və ondan sonraki günlərdə olmaqla. Bu onu göstərir ki, hər il İmam Hüseyn əleyhissalam cahilliyə qalib gəlir. Hər nə qədər mübarizə aparılmış olsa da, İmam Hüseyn əleyhissalam hər il qalib gəlir. Və bir ayəni də qeyd edib inşallah ki, sözümüzü bitirək. Bu barədə geniş danışdığımız üçün biz burada daha fərqli xüsuslara toxunmağa çalışdıq. İmam Kərbəlada demiş olduğu ayələrdən biri də bu cürdür ki, İmam buyurdu ki, فَمِنْهُمْ Əhzab surəsinin 23-cü ayəsi ki, فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَدِرْ وَمَا بَدَّلُوا تَبْدِيلًا. Deyirdi, onlardan bəzisi, yəni Allah yolunda öz nəzirlərini əməl etdilər. Bu mənada ki, şəhid oldular. Bəziləri isə öz növbələrini gözləyirlər, gözləməkdədirlər. Amma deyir, onlar heç biri dəyişiklik etmədilər. Yəni, öz əhdlərində dəyişiklik etmədilər. Yəni, şəhadət məqsədlərində, hədəflərində dəyişiklik etmədilər. Bu nə deməkdir? Bu deməkdir ki, Allahla əhd bağlayıb və onunla ən yaxşı şəkildə görüşmək istəyən insanların Allahla bağladıqları əhd heç bir zaman dəyişilmir. Biz bu ayə ilə nəyə görə bu söhbətimizi bitirmək istəyirik? İmam Hüseyn əleyhissalam bəşəriyyətə mənəvi miras olaraq, irs olaraq insanlığı, vəfalı olmağı, bütün şəraitlərdə və çətinliklərdə doğru insan olmağı və doğru insan olaraq qalmağı bəşəriyyətə dərs olaraq verib. Bəşəriyyətin düzəlmək istəyən və islah olmaq istəyən kəsimi hər bir zaman bundan ibrət alır və düzəlir. Mənəvi məqamlar əldə edir. Kimlər ki, düzəlmək istəmir, onlara nə desəniz belə bir söz var ki, görmək istəməyən bir insan qədər heç bir kəs kör deyil. Bir insan görmək istəmirsə, siz ona nə əgər təqdim etsəniz də, o görmək istəmirsə görməyəcək. Bu ayrı bir mövzudur. Və insan o dərəcədə cahil ola bilər ki, bilmədiyini bilməz və bu cəhalətin ən mürəkkəb mərtəbəsi olar. Allah mütəal İmam Hüseyn əleyhissalamı və onun belə desək Kərbəla hadisəsini bəşəriyyətə elə bir ibrət nümunəsi olaraq qoyub ki, bu hadisə ilə insanların mövqeyi bilinir. İki tərəfdən biri olursan. Ya həqiqətən imamın tərəfdarı olub və bununla da kifayətlənməyib, həyatını bu mənəvi sistem üzərindən yaşamağa çalışacaqsan, Allah istəyən kimi, ya da imamın Yezid kimi düşməni olub, özünü mənəvi olaraq həlak etmiş olacaqsan. Bu artıq seçimdir. Kərbəla seçim meydanıdır. Allahdan istəyir ki, Allah bizi Quran və Əhl-i Beytdən ayrı salmasın.
Allah bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucaltmasın. Biz bu mövzular barəsində Mühərrəm ayının hər gecə olan söhbətlərində danışdığımız üçün burada biraz müfəssəl və bir qədər daha fərqli şəkildə mövzuya yanaşmağa çalışdıq. Bu mövzu elə bir mövzudur ki, neçə əsrlərdən bəri danışılıb və danışılsa belə qiyamətə kimi hər bir zaman öz canlılığını qoruyan bir mövzudur. Çünki təkcə tarixi bir mövzu deyil. Cahanşumul, yəni hər bir zaman öz canlılığını qoruyan bir mövzudur. Ona görə buradan yeni nəticələr əldə etmək hər bir zaman mümkün olur. Allah hər birinizdən razı olsun, zamanənin imamını salamat eləsin, itaat və ibadətlərimizin qəbulu üçün, zamanənin imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat ehsan edin.